Dostlar, bilirsinizmi, telefon nömrələrimiz necə bir pəhriz dönəmi keçirib? 1991-ci ildə Almaniyada Giesecke Plus Divient şirkəti ilk dəfə sim kartı çıxaranda o bildiyiniz bank kartı ölçüsündə idi. Bəli, cibimizdə belə bir plastik kərpiç gəzdirirdik. 1996-cı ildə biraz insafa gəldilər. Mini sim çıxdı. Yadınıza gəlir, telefonun bateriyasını söküb kartı yerinə taxırdıq. Sonra 2010-cu ildə iPhone 4 ilə mikrosim, 2012-ci ildə isə bugün çoxumuzun hələ də işlətdiyi o balaca nano sim gəldi. Amma texnologiya burada dayanmadı. 2016-cı ildə Samsung Gear S2 saatı ilə hər şey dəyişdi. eSIM doğuldu. Artıq kartın özü yox, onun ruhu telefonun içinə köçdü. 2017-ci ildə Google Pixel 2 və Apple Watch bu dalğaya qoşuldu. 2018-ci ildə isə iPhone XS və XR modelləri ilə eSIM artıq həyatımızın bir hissəsinə çevrildi. Təsəvvür edin, 2020-ci ildə Motorola Razr çıxdı və dedi ki, mənə plastik kart lazım deyil, yalnız eSIM. 2022-ci ildə isə Apple iPhone 14 modellərini ABŞ bazarı üçün tamamilə fiziki kartsız təqdim etdi. Bəli dostlar, o balaca iynəni axtardığımız günlər rəsmən tarixə qərq oldu. Yaxşı, bəs bizdə vəziyyət necədir? Çox sadə. İndi Baxel ilə yeni eSIM nömrəni tamamilə onlayn şəkildə əldə edə bilərsən. Həm də eyni anda iki nömrədən rahatlıqla istifadə etmə imkanın olur. Proses isə cəmi bir neçə klikdən ibarətdir. Baxel nömrəsindən xidmətlər bölməsinə keçid və istədiyin eSIM nömrəsini seç. Üst tanıma ilə saniyələr içində aktivləşdir və vəssalam. QR kodu oxudaraq nömrəni işlədə bilərsən. Həyat rəqəmsallaşır. Gələcəyə Baxel eSIM ilə qoşulun. Yoxsa siz hələ o balaca iynəni axtarırsınız. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun və salamat qalın.